Mən Fuad Səlimov 1975-ci ildə Zərdab rayonunun Dəliquşçu kəndində anadan olmuşam. Kənd məktəbində və Zərdab Texniki Peşə Məktəbində təhsil aldım. 95-ci ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qazax rayonuna göndərildim. 777 sayılı hərbi hissənin tərkibində xidmət etdim. Xüsusi təyinatlı birləşmə olan hissəmiz 92-ci ildə təşkil edilmiş Şuşanın, Laçın, Ağdam, Füzuli, Sədərək rayonlarının müdafiəsində iştirak etmişdir. Bir müddət cəbhə xəttindən çəkilmiş və 777-ci motorlu tüfəng alayına çevrilmişdir. Yenidənqurma və təlim keçdikdən sonra alay Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazır hərbi hissələrindən biri olmuşdur. Atəşkəs müqaviləsi bağlandıqdan sonra 777-ci motorlu tüfəng alayı cəbhə xəttində xidmətinə davam etmişdir. 94-cü ilin mart ayında Qazax rayonunun ermənilər ilə sərhəddə yerləşən Məzəm kəndində növbəti döyüş tapşırığı yerinə yetirirdim. Mina partlayışı nəticəsində ağır yaralandım və ayın 30-da torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim.